Aprel ayı bəzi bürclər üçün maliyyə baxımından uğurlu və perspektivli dövr kimi yadda qala bilər. Tanınmış astroloq Tamara Qlaba bu ayın xüsusilə karyera və gəlir artımı baxımından mühüm imkanlar yaradacağını bildirib. Xəbər zolağı az xəbər verir ki, onun sözlərinə görə 2026-cı ilin aprel ayında bəzi bürclərin nümayəndələri uzun müddətdir planlaşdırdıqları ideyaları reallaşdırmaq şansı əldə edəcəklər. Bu dövrdə yeni layihələrin başlanması, həmçinin şəxsi biznesin qurulması üçün əlverişli şərait formalaşır. Maddi vəziyyətin yaxşılaşması və gəlir mənbələrinin genişlənməsi ehtimalı da yüksək qiymətləndirib. Astroloq xüsusilə balıqlar bürcünün nümayəndələri üçün uğurlu mərhələnin başladığını vurğulayıb. Onları aktiv görüşlər, işgüzar səfərlər və yeni əməkdaşlıqlar gözləyir. Bu proseslər isə yeni perspektivlərin açılmasına səbəb ola bilər. Eyni zamanda əvvəllər başlanmış işlərin uğurla tamamlanması və yeni təşəbbüslərə keçid üçün münasib şərait yaranacaq. Tamara Qlaba qeyd edib ki, uzaqdan iş, onlayn layihələr və səyahətlə əlaqəli fəaliyyətlər bu ay xüsusilə uğurlu ola bilər. Bu sahələrdə atılan addımlar uzun müddətli maliyyə sabitliyinə zəmin yarada bilər. Beləliklə, aprel ayı bəzi bürclər üçün həm peşəkar inkişaf, həm də maddi rifah baxımından yeni imkanların qapısını aça bilər.